BMT Azərbaycan və Paşa Holding 29 iqlim söhbəti COP29-a gedən yol proqramı çərçivəsində tədbir keçirib. BMT-nin Azərbaycandakı nümayəndəliyi və Paşa Holdingin birgə əməkdaşlığı ilə keçirilən 29 iqlim söhbəti COP29-a gedən yolda növbəti tədbir özəl sektor perspektivləri mövzusuna həsr olunub. Tədbirdə Paşa qrup şirkətlərinin 200-dən çox əməkdaşı iştirak edib. Paşa Holdingin baş strategiya direktoru Teymur Hüseynov, COP29 Azərbaycan şirkətinin baş icraçı direktoru Elnur Soltanov, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva açılış nitqləri ilə çıxış ediblər. O cümlədən UNFCCC-nin hökumətlərarası dəstək və kollektiv progres departamentinin direktoru Sisilia Niyenga, BMT Qlobal Sazişinin ətraf mühit və iqlim üzrə rəhbəri Fernando Castillanız və Sustainera Solution şirkətinin təsisçisi və icraçı direktoru İlkin Hacıyev detallı təqdimatlarla çıxış ediblər. BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva Paşa Holdinglə əməkdaşlığın əhəmiyyətini vurğulayaraq qeyd edib ki, biz 2033-cü ilə qədər qalıq yanacaqlardan 3 qat bərpa olunan enerji mənbələrinə və 2 qat səmərəliliyə keçməliyik. Bizim üçün, uşaqlarımız və gələcək nəsillər üçün daha yaşıl və sağlam planetimiz olmasını təmin etmək üçün özəl sektor bizi dəstəkləməlidir. Ölkədə iri şirkətlərdən biri olaraq biz eyni zamanda öz üzərimizdə məsuliyyət hiss edirik ki, bu mövzu üzrə yalnız özümüz peşəkarlaşmaqdan savayı eyni zamanda ölkə üzrə müvafiq stakeholder qruplarımız arasında da iqlim mövzusu istiqamətində maariflənmək imkanı yaradaq və məhz bu səbəbdən BMT tərəfindən təşkil olunan bu proqrama biz qoşulmaq qərarına gəldik. Paşa Holdingin dəstəyi ilə təşkil olunacaq bu silsilənin növbəti tədbirlərində yerli və beynəlxalq media nümayəndələri, müştərilər, tərəfdaşlar və qeyri-hökumət təşkilatları ilə BMT-nin müxtəlif qurumlarının mövzu ilə bağlı ekspertlərinin iştirakı nəzərdə tutulub.